İnsan sadəcə real danışa biləcəyi dostu olsa heç psixoloqa da ehtiyac yoxdur. Mən bir insana kömək etmək üçün necə eləyim ki, həm də özümə zərər vurmayım. Bir insana kömək etmək, dəyişməyə çalışırıqsa, insan şurası onu hiss eləyir. Bu uşaqlarla münasibətdədir, xüsusilə yeniyetməlikdə. Məni dəyişməyə çalışırlar. Və orada moizə eləmək, orada ona nəsihət vermək, mən əgər hətta onu zahirdə eləməsəm də içimdə mən səndən yeni bir şey düzəltmək istəyirəm düşüncəsinə keçəndə şuuraltıda qaçış baş verir. Ya bizi aldadacaq, o görüntünü verəcək bizə, ya da ki, tam əksinə bizdən uzaqlaşacaq. Mən necə eləyim ki, qarşı tərəfə yaxşı gəlsin? Ona görə kömək etmək üçün birinci növbədə onu özümüzdən aşağı görməməliyik, köməyə ehtiyaclı görməməliyik. Əgər bu bizdə alınırsa, empatiya burada girir. Yəni mən o şəxsə baxanda özümün də defektlərim, narahat olduğum nüansları xatırlayanda biz bərabərləşirik. Orada yuxarı-aşağı olmur. Nə özümüzdən yuxarı görməməliyik, nə özümüzdən aşağı. Çünki aşağı görsək orada yazıq gəlmə, orada bir köməyə ehtiyacı olan insan kimi olduğuna görə onun da şuuraltısı əzilməyə başlayır, narahat olmağa başlayır. Bu baxımdan ilk şərt paralelləşməkdir. Özümdən əlaqələndirirəm. Mənim də bir şeylərim var ki, mən onun öhdəsindən gələ bilməmişəm. Sadəcə hazırki insanda bu daha qabarıqdır. Bu işin birinci tərəfidir. İkinci tərəfdə sadəcə yaxşı dinləyici olsaq, insan sadəcə real danışa biləcəyi dostu olsa heç psixoloqa da ehtiyac yoxdur.